Nəfəs yollarının qıcıqlanması, öskürək, dərindən nəfəs ala bilməmək, boğulma hissi ağciyərlərin əlamətidir. Bəzilərində bu müddət 1-2 həftə, bəzilərində isə aylarla davam etməsidir. Nəfəs almağımızı təmin edən ağciyərlər qanın bütün bədənimizə təmiz oksigen paylamasına imkan verir. Ağciyərimiz özünü təmizləyə bilən orqandır. İndi isə keçək ağciyərləri təmizləyən qidalar haqqında danışaq. Videoya keçməzdən əvvəl mənim kanalıma abunə olub bəyənməyi unutmayın ki, bu video daha çox insanın qarşısına çıxsın. C vitamini, ağciyərləri və bütün tənəffüs sistemini qoruyan bir antioksidantdır. Bol C vitamini qəbul edən insanlarda ağciyər xərçənginə tutulma riski olduqca aşağı olur. Nə qədər çox C vitamini ilə zəngin qidalar yeyəriksə, o qədər də ağciyərlərimiz sağlam olar. Orqanizminiz toksinlərdən təmizlənəcək və tənəffüs sistemimiz də sürətlə yaxşılaşacaqdır. Limon, portağal, kivi, qırmızı bibər, çiyələk, ananas və bütün narıncı meyvələr C vitamini ilə zəngindir. 1. Zəncəfil. Yuxarı tənəffüs yollarının, kəskin respirator virus infeksiyaları və qrip kimi xəstəliklərdə istifadə olunan və xəstəliyin qarşısını alan ən yaxşı vasitələrdən biridir. Zəncəfilin iltihab əleyhinə özəlliyi tənəffüs sistemi xəstəliklərinin tez sağalmasını və tənəffüs yollarındakı bəlğəmin sorulmasını təmin edir. Astma xəstəliyinin müalicəsində də zəncəfildən istifadə olunur. 2. Sarımsaq. Hər dərdə dərman bir bitki olaraq ağciyər xəstəliklərində xüsusi çəkiyə malikdir. Belə ki, sarımsağın təbii antibiotiklə zənginlik kimi bir özəlliyi var. 3. Yaşıl çay. Yaşıl çaydan davamlı içilməsi ağciyərləri daima sağlam saxlayar və maye yığılmasına mane olur. Yaşıl çayda olan antioksidantlar C vitaminindən də güclüdür. Yaşıl çay içməklə ürək, beyin, həm də ağciyər xəstəliklərinin qarşısını almış olarıq. Bundan başqa yaşıl çay ağciyərləri siqaretin zərərlərindən və xərçəng xəstəliyindən də qoruyur. 4. Kəklik otu. Tərkibindəki efir yağları sinə tıxanmasına qarşı təsirli olur. Öskürək və yuxarı tənəffüs yolu infeksiyalarına qarşıdır. Antibakteriyal xüsusiyyətləri sayəsində bakteriyal artımı qarşısını alır. 5. Keçibuynuzu bəhməzi. Keçibuynuzu ağciyəri toksinlərdən təmizləyən təbii bir qidadır. Ağciyər təmizlənməsi və xərçəngdən qoruyucu təsiri ilə seçilən keçibuynuzu bəhməzi su ilə qaynadaraq istehlak edilə bilər. Astma və buna bənzər ağciyər xəstəliklərinin yaxşılaşmasında da faydalıdır. 6. Yerkökü. Çoxumuz beta-karotinin yerkökündə olduğunu və ancaq gözlərin görmə qabiliyyətinə müsbət təsir göstərdiyini düşünürük. Halbuki bitkilərə narıncı rəng verən beta-karotin bir çox başqa meyvə və tərəvəzlərin də tərkibində vardır. Orqanizmdə A vitamininə çevrilən beta-karotin ağciyərləri gücləndirir və xroniki obstruktiv ağciyər xəstəliklərindən qoruyur. 7. Yaşıl yarpaqlı tərəvəzlər. Bu bitkilər tənəffüs sisteminə müsbət təsir göstərən B qrupu vitaminlərlə zəngindir. Bu tərəvəzlərdə olan B9 vitamini insanı bronxit və astma xəstəliklərindən qoruyur. Qara kələm, xardal, ispanaq kimi tərəvəzlər B9 vitamini ilə zəngin olduğu üçün ağciyərləri təmizləyir. Faydalı məlumatlar üçün mənim kanalıma abunə olub, bəyənib şərh yazmağı unutmayın. Bu videoda bu qədər. İzlədiyiniz üçün təşəkkürlər.